Şəmkirdə soyğunçuluq edən dəstə zərərsizləşdirilib. Şəxslər rayon sakininə məxsus avtomobildən 15.000 manat, 15.800 ABŞ dolları və bir ədəd mobil telefonu ələ keçirməyə cəhd göstəriblər. Lakin polisin ayıq sayıqlığı ilə arzuları necə deyərlər, ürəklərində qalıb. Şəmkir rayon sakinləri 50 yaşlı Natiq Rızayev, 36 yaşlı Müşfiq Əhmədov və 22 yaşlı Sarif Əliyev qabaqcadan əlbir olub, dəstə yaradaraq rayon sakini Yalçın Sadıqovu qaret etmək üçün plan qurublar. Bir neçə gün sahibkarlıqla məşğul olan Sadıqovu təqib edən dəstə üzvləri işdən evə gedərkən onun Mercedes markalı avtomobilinin yük yerinə külli miqdarda pul qoyduğunu görüblər. Qurulan plan əsasında ötən gün axşam saatlarında Sarif Əliyev pulu avtomobilin yük yerindən götürərək onu təyin olunan başqa bir yerdə gözləyən yoldaşlarına çatdırmaq üçün ərazidən uzaqlaşmağa cəhd göstərib. Orada xidmət aparan post patrul xidməti əməkdaşlarının sayıqlığı nəticəsində onun bu cəhdi boşa çıxıb. Bir həftə əvvəl Yalçın Sadıqovu izləmişlər. Onu müşahidə etmişlər. Yalçın Sadıqovun işdən çıxaraq çıxma vaxtını və bundan sonra pulu avtomobilin yük yerinə qoymasını, avtomobilin yük yerini bağlamamasını müşahidə etmişlər. Lakin həmin cinayətkar fəaliyyətlərini həyata keçirə bilməmişlər. Sarif Əliyev ifadəsində dəstənin digər üzvlərini də ifşa edib. Məlum olub ki, Sarif diş texniki olan Müşfiq Əhmədovun tələbəsidir. Əhmədov isə ona işini deyil, soyğunçuluğu təbliğ edib. Bir həftə idi izləyirdik. Müşfiq ustam, Natiq qonşusu. Getdi, izləyirdik. Axşamlar pulu aparıb bagaja qoydu, gedirdi. Dünən axşam isə maşallahın arxa tərəfində düşdüm. Gəldim, ona kimi pul yəsi yatdı, pulu qoydu bagaja. Bir çörək salafanı idi, bir pul salafanı idi. Otdu maşını qızdırarkən bagajı açdım, pulu götdüm, qaçdım köhnə bazarın içi ilə. Çayçın qabağında yıxıldım, pulu tulladım yerə, qaçdım Ağdağlar tərəfə. Zibillikdə polislər tutdular məni. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində digər 2 nəfər də saxlanılıb. Biz bir yerdə işləyirdik. Natiq sizi gözləyirəm, çöldəyəm mən. Tabii çıxdıq evdən, gəldik vaxtı gözlədik ki, bu adam ha vaxt çıxacaqdı. Çıxanda Natiq oradaydı mağazinin yanında, o maşınla yaxın mağazinin yanında. Mən də bunu düşürtdüm ki, o məqamda o yaxınlaşmalıdır, maşın oturan momentdə. Düşürtdük, sonra dedik ki, buna gəl biz səni gözləyəcək bu üzrə şədarəsin yanında. Oradan çıxmalıydı bu adam. Faktla bağlı cinayət işi açılıb, qanunu pozanlar əməllərinə görə cavab verməli olacaqlar. Kübra Bayramova, Səs TV.